Vaxt itirmədən 16 fevral, 22 fevral həftəsi üçün həftəlik bürc proqnozlarına dərhal Qoç bürcü ilə başlayaq. Daha sonra isə ardıcıllıqla Buğa, Xərçəng, Əkizlər, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıq bürcləri üçün proqnozlarımı da sizlərlə paylaşacağam. Əziz Koç və yüksələni Koç olanlar. Bu dövr sizin üçün daha çox xarici dünyadan deyil, daxili aləminizdə başlayan və zamanla həyatınızın istiqamətini dəyişəcək bir hazırlıq mərhələsi kimi işləyir. Sürətli hərəkət etməyi sevən təbiətinizin əksinə, indi bir qədər geri planda qalmağınız, düşünməyiniz və bəzi həqiqətləri dərk etməyiniz lazımdır. Çünki yeni bir başlanğıcın astanasındasınız və bu başlanğıc tələskənliklə deyil, fərqindəliklə qurulacaq. İlk növbədə hədəfləriniz, xəyallarınız və uğrunda mübarizə apardığınız mövzular yenidən formalaşır. Uzun müddətdir niyə irəliləyə bilmirəm deyə düşündüyünüz sahələrin əslində sizə aid olmadığını anlamağa başlaya bilərsiniz. Bəlkə də illərdir davam etdirdiyiniz bir məqsəd sadəcə ətrafın gözləntisi olduğu üçün həyatınızda yer alırdı. İndi isə həqiqətən nə istədiyinizi ayırd etməyə başlayırsınız. Buna görə bəzi planlardan imtina etmək və ya istiqaməti dəyişmək düşündüyünüz kimi itki deyil, doğru yola keçid olacaq. Sosial çevrəniz və dostluqlarınız da bu dəyişimin mühüm hissəsidir. Kiminlə yolunuza davam etmək istədiyinizi daha aydın görəcəksiniz. Sizi motivasiya edənlərlə enerjinizi azaldanlar arasındakı fərq kəskinləşə bilər. Bəzi münasibətlər təbii şəkildə uzaqlaşa bilər. Bu qopuş deyil, uyğunsuzluqların sona çatmasıdır. Çünki yeni dövrünüzdə yanınızda olacaq insanların sayı az, amma daha gerçək olmalıdır. Karyera və gələcək planları baxımından isə daha real və sağlam düşüncə tərzi formalaşdırırsınız. Əvvəllər cəsarətlə atıldığınız addımları indi strategiya ilə atacaqsınız. Bu sizi yavaşlatmayacaq, əksinə, daha az yorularaq irəliləməyinizə kömək edəcək. Addımlarınızın qalıcı olması üçün əvvəlcə möhkəmləndirməli olduğunuz nöqtələri fərq edəcəksiniz. Digər vacib dəyişiklik daxili güclənmənizdir. Uzun müddətdir mübarizə aparmaqdan yorulmuş ola bilərsiniz. İndi anlayacaqsınız ki, hər mübarizəyə girməyə ehtiyac yoxdur. Harada dayanmalı, harada irəliləməli olduğunuzu öyrənirsiniz. Bu, Qoç təbiətinizin zəifləməsi deyil, şüurlu gücə çevrilməsidir. Duyğusal baxımdan da gözləntiləriniz dəyişir. Həyatınızdakı insanlarla münasibətinizi yenidən müəyyənləşdirə, bəzi mövzularda sərhədlər qoya bilərsiniz. Əvvəllər tez reaksiya verdiyiniz vəziyyətlərə indi daha sakit yanaşa bilərsiniz. Çünki nəyi, niyə istədiyinizi daha aydın biləcəksiniz. Qarşıdakı mərhələdə daxili hazırlıq çox önəmlidir. Səbirsiz davranıb, dərhal nəticə almağa çalışmaq əvəzinə, doğru zamanı gözləmək sizə daha böyük qapılar açacaq. Bu dövr zahirdə sakit görünsə də, arxa planda güclü bir yenidən qurulma prosesi gedir. Bir müddət sonra sürətləndiyinizdə hər şeyin daha rahat irəlilədiyini görəcəksiniz. Qısacası həyat sizdən dərhal hərəkət etməyi deyil, doğru istiqamətə yönəlməyi istəyir. Köhnə motivasiyaları buraxıb, həqiqi hədəflərinizə yönəldikdə həm daha az yorulacaq, həm də daha qalıcı nəticələr əldə edəcəksiniz. Özünüzü daha yaxşı tanıdığınız, doğru insanlarla irəlilədiyiniz və həqiqi məqsədlərinizə cəsarətlə addımladığınız bir həftə arzulayıram, əziz qoçlar. Əziz Buğa və yüksələni. Buğa olanlar, bu dövr sizin üçün kənardan baxıldıqda görünən, daxildən hiss edildikdə isə köklü dəyişikliklərin baş verdiyi bir zamandır. Həyatınızda xüsusilə karyera, status, istiqamət və hədəflər sahəsində mühüm inkişaflar formalaşır. Uzun müddətdir eyni düzəni qorumağa çalışmış, təhlükəsiz sahədə qalmağı seçmiş ola bilərsiniz. Lakin indi şərtlər sizi olduğunuz nöqtəni yenidən dəyərləndirməyə sövq edir. Çünki artıq sadəcə davam etmək deyil, doğru yolda davam etmək önəm qazanır. İş həyatınızda və ya cəmiyyət qarşısındakı mövqeyinizdə gözlənilməz hadisələr yaşaya bilərsiniz. Gözləmədiyiniz bir məsuliyyət götürə, yeni vəzifəyə keçə və ya mövcud sistemin davam etdirilə bilmədiyini anlaya bilərsiniz. Bu proses ilk mərhələdə sizi narahat edə bilər, çünki vərdişlərdən ayrılmaq asan deyil. Amma baş verənlərin məqsədi sizi çətinliyə salmaq deyil, sizə uyğun yerə yönəltməkdir. Rəhbərlərlə münasibətlər, iş mühitində ədalət hissi və haqq etdiyiniz dəyəri görüb görmədiyiniz məsələsi
daha aydın görünəcək. Əvvəllər dözdüyünüz vəziyyətlər artıq sizi qane etməyə bilər. Bir şeylərin üstünü örtmək əvəzinə, onları açıq şəkildə dərk edəcəyiniz bir mərhələdəsiniz. Bu fərqindəlik sizi qərar verməyə aparacaq. Ailə həyatı da bu dəyişimin bir hissəsi ola bilər. Ev nizamınız, məsuliyyət bölgüsü və ya ailə daxilindəki rollarınız yenidən formalaşa bilər. Həm iş, həm də ailə sahəsində eyni anda hadisələrin baş verməsi sizi bir qədər yora bilər. Lakin əslində həyatınızın yeni istiqamətini müəyyən edən proses məhz budur. Qarşıdakı mərhələdə əsas məsələ müqavimət göstərməməkdir. Buğa təbiəti təhlükəsiz olanı qorumaq istəyir. Amma artıq təhlükəsiz saydığınız bəzi sahələrin sizi irəli aparmadığını anlayırsınız. Dəyişikliyi qəbul etdiyiniz anda rahatlama başlayacaq. Çünki nəzarəti itirdiyiniz üçün deyil, yeni bir nəzarət sahəsi qurduğunuz üçün dəyişirsiniz. Maddi mövzulara baxışınız da dəyişir. Yalnız zəmanətli olanı qorumaq əvəzinə sizi inkişaf etdirəcək imkanları dəyərləndirməyə başlaya bilərsiniz. Bu dövrdə yeni gəlir mənbələri, yeni iş modelləri və ya fərqli bir yaşam tərzi gündəmə gələ bilər. Əvvəllər risk kimi gördüyünüz şeylər artıq böyümə fürsəti kimi görünəcək. Sosial çevrəniz də süzgəcdən keçir. Sizi dəstəkləyənlərlə sadəcə vərdişə görə həyatınızda qalanlar arasındakı fərqi daha aydın anlayacaqsınız. Bəzi bağlar təbii şəkildə uzaqlaşa bilər. Bu itki deyil, yer açma mərhələsidir. Çünki yeni hədəflərinizə uyğun insanlar həyatınıza daxil olmağa başlayacaq. Duyğusal tərəfdə isə rahatlıq ehtiyacınız artır. Əvvəllər güvən üçün səbr etdiyiniz şeylərin artıq sizə rahatlıq vermədiyini anlayacaqsınız. Bu fərqindəlik sizi daha açıq, daha net və daha qərarlı biri edəcək. Qısaca, həyatınızdakı görünən dəyişikliklər əslində uzun müddətli daxilinizdə gedən dönüşümün xaricə əks olunmasıdır. Qarşıdakı aylarda verəcəyiniz qərarlar müvəqqəti deyil, uzunmüddətli istiqamət müəyyən edəcək. Dəyişiklikdən qaçmadıqda özünüzü daha güclü, daha azad və daha məmnun hiss edəcəksiniz. Yeni başlanğıcları cəsarətlə qarşıladığınız, zəhmətinizin qarşılığını aldığınız və rahatlıqla irəlilədiyiniz bir həftə arzulayıram, əziz buğalar. Əziz ikizlər və yüksələni ikizlər olanlar. Bu dövr sizin üçün istiqamət dəyişdirmə və zehni oyanış vaxtı kimi təsvir oluna bilər. Həyatınızın axarı sürətlənir. Lakin bu sürət qarışıqlıq yaratmaq üçün deyil, əslində nə istədiyinizi anlamağınız üçündür. Xüsusilə gələcək planlarınız, təhsil, uzaq əlaqələr, köçmək düşüncələri, ticari təşəbbüslər və ya hüquqi mövzular gündəminizdə daha çox yer tuta bilər. Uzun müddətdir ertələdiyiniz və ya qərarsız qaldığınız məsələlərdə artıq aydınlaşma ehtiyacı hiss edəcəksiniz. Qarşınıza çıxan hadisələr bir qədər ani ola bilər. Planlaşdırdığınız bir iş gözlədiyiniz kimi getməyəndə başqa bir qapı açıla bilər. Buna görə elastik qalmağınız vacibdir. Siz uyğunlaşma bacarığı yüksək olan bir bürcsünüz. Lakin bu dəfə yalnız zehni deyil, emosional elastiklik də tələb olunacaq. Hər şeyi məntiq yolu ilə həll etməyə çalışmaq əvəzinə bəzən axına güvənməli olacaqsınız. Bu prosesdə yaxın çevrənizlə ünsiyyətiniz çox müəyyən edici olacaq. Dedikləriniz qədər necə dediyiniz də önəm qazanır. Bəzi söhbətlər gözlədiyinizdən daha böyük nəticələr verə bilər. Xüsusilə qohumlar, bacı-qardaşlar və ya yaxın dostlar vasitəsilə baş verən hadisələr sizə də birbaşa təsir edə bilər. Bir müddətdir görməzdən gəldiyiniz həqiqətləri dərk edə, bəzi münasibətlərin yorğunluğunu qəbul edə bilərsiniz. Eyni zamanda, təhsil və ya karyera istiqamətinizdə mühüm bir aydınlanma yaşaya bilərsiniz. Uzun zamandır davam etdirdiyiniz yolun sizə həqiqətən uyğun olub-olmadığını sorğulayacaqsınız. Davam yoxsa kamam sualı zehninizdə daha tez-tez yaranacaq və verəcəyiniz cavab sizi yeni bir başlanğıca aparacaq. Bəlkə başqa bir şəhərə, başqa bir sahəyə və ya tam fərqli bir hədəfə. Maddi mövzularda da hərəkətlilik var. Gözlənilməz qazanc imkanları və ya razılaşmalar gündəmə gələ bilər. Xüsusilə ünsiyyət, satış, təhsil, media və ya rəqəmsal sahələrlə bağlı işləriniz varsa, önəmli inkişaflar yaşaya bilərsiniz. Lakin bu dövrdə xərclərdə ani həvəsə qapılmaq əvəzinə planlı davranmaq daha faydalı olacaq. Enerjiniz yüksəldikcə, hər ideyanı eyni anda həyata keçirməyə çalışmaq sizi yora bilər. Sosial çevrəniz də dəyişir. Kimlərlə yol getmək istədiyinizi daha aydın görəcəksiniz.
Bəzi insanlarla təbii məsafə yaranarkən yeni tanışlıqlar sizə ilham verə bilər. Bu ayrışma tənha qalmaq deyil, istiqamət tapmaq mərhələsidir. Az, amma həqiqi bağlara ehtiyac duyduğunuzu anlayacaqsınız. Sevgi həyatınızda isə qərarsızlıq ön planda ola bilər. Münasibəti olanlar üçün aydınlaşma vaxtıdır. Ya əlaqəni daha möhkəm zəminə keçirəcəksiniz, ya da artıq daşımadığını qəbul edəcəksiniz. Subaylar üçün keçmişdən gələn biri fikrinizi qarışdıra bilər. Bu nöqtədə keçmişə deyil, indiki hisslərinizə diqqət yetirmək vacibdir. Ən böyük dönüşümünüz zehni olacaq. Uzun müddətdir xarici şərtlərə görə formalaşan həyatınızı artıq öz seçimlərinizlə yönləndirmək istəyəcəksiniz. Nəzarətin sizdə olmadığını düşündüyünüz sahələrdə belə seçim edə bildiyinizi anlayacaqsınız. Bu fərqindəlik sizi azadlaşdıracaq. Nəticə etibarilə, qarşıdakı mərhələ sizi daha şuurlu qərarlar verən, nə istədiyini bilən və öz yolunu çəkən bir nöqtəyə aparır. Köhnə düşüncə qəliblərini buraxdıqca, həm sosial, həm maddi, həm də emosional baxımdan daha rahat hərəkət edəcəksiniz. Özünüzü yenilədiyiniz, doğru seçimlərlə irəlilədiyiniz və zehni olaraq yüngülləşdiyiniz bir həftə arzulayıram, əziz ikizlər. Əziz xərçəng və yüksələni xərçəng olanlar. Bu dövrdə həyatınızda ən çox ön plana çıxan mövzu güvən hissi və sərhədləriniz olacaq. Uzun müddətdir ətrafınızdakı insanların ehtiyaclarını öz ehtiyaclarınızdan üstün tutmuş ola bilərsiniz. Ailə, həyat yoldaşı, uşaqlar və məsuliyyətlər derkən çox vaxt özünüzü geri plana atmısınız. Lakin indi anlayacağınız həqiqət budur. Siz yaxşı hiss etmədiyiniz zaman heç kimə həqiqi mənada fayda verə bilmirsiniz. Qarşıdakı mərhələdə maddi mövzular, paylaşımlar və başqaları ilə olan alış-verişləriniz daha görünən olacaq. Borclar, ödənişlər, ortaq gəlirlər və ya gözlənilməz xərclər gündəmə gələ bilər. Bu hadisələr əvvəlcə sizi narahat edə bilər. Çünki sanki nəzarətinizdən kənarda baş verirmiş kimi hiss edəcəksiniz. Halbuki həyat sizə pul və güvən münasibətini yenidən qurmağı öyrədir. Qorxu ilə deyil, şüurlu şəkildə hərəkət etməyi. Bu dövrdə ətrafınızla pul və ya məsuliyyət bölgüsü səbəbilə müəyyən gərginliklər yaşaya bilərsiniz. Xüsusilə dostluqlarda və yaxın münasibətlərdə kimin nə qədər verdiyi, kimin nə qədər aldığı daha aydın görünəcək. Daha əvvəl görməzdən gəldiyiniz balansızlıqları indi dərk edəcəksiniz. Bu fərqindəlik qırıcı olmaq məcburiyyətində deyil, sadəcə sərhədlərinizi müəyyən etməyin vacibliyini göstərir. Eyni zamanda emosional olaraq da mühüm dəyişiklikdən keçirsiniz. Daim idarə edən, altdan alan, inciməmək üçün susan tərəf olmaqdan yavaş-yavaş uzaqlaşırsınız. Mən də varam demək ehtiyacınız artır. Bu egoizm deyil, sağlam fərdiləşmədir. Özünüzü mərkəzə qoyduqca münasibətləriniz daha səmimi və gerçək olacaq. Gözlənilməz hadisələr bir müddət özünüzü güvənsiz hiss etdirmə ehtimalı yarada bilər. Amma bu prosesdə qorunduğunuzu da anlayacaqsınız. Səmimi niyyətlə hərəkət etdiyiniz müddətcə, hadisələr sonda sizin xeyrinizə inkişaf edəcək. Buna görə hər şeyi nəzarətdə saxlamağa çalışmaq əvəzinə, axıma güvənmək sizə daha çox fayda verəcək. Yaxın zamanda təhsil, səyahət və ya yeni təcrübələr vasitəsilə baxış bucağınız genişlənə bilər. Fərqli yerlər görmək, yeni insanlarla tanış olmaq və yeni şeylər öyrənmək sizə yaxşı gələcək. Özünüzü sıxılmış hiss etdiyiniz anda mühitinizi qısa müddətə dəyişmək zehninizi toparlayacaq. Həyat məqsədləriniz və karyera istiqamətiniz də yavaş-yavaş dəyişir. Nə istədiyinizi daha dəqiq müəyyən etməyə başlayacaqsınız. Əvvəllər sadəcə təhlükəsiz olduğu üçün davam etdirdiyiniz planlar artıq sizi qane etməyə bilər. Daha mənalı və sizi bəsləyən bir yol axtarışına çıxa bilərsiniz. Bu isə uzun müddətli perspektivdə, statusunuzda və həyat nizamınızda yeniliklərə işarə edir. Sosial çevrənizdə bəzi ayrışmalar baş verə bilər. Maddi və ya emosional gözləntilərə əsaslanan münasibətlər zəifləyə, yerinə daha səmimi bağlar gələ bilər. Eyni zamanda yeni tanışlıqlar da gündəmə gələ bilər. Sevgi həyatında keçmişdən gələn biri yenidən qarşınıza çıxa bilər. Lakin qərar verərkən yalnız duyğularla deyil, məntiqlə də hərəkət etmək vacibdir. Bu prosesdə ən böyük dərsiniz yox deyə bilməkdir. Hamını razı salmağa çalışmaq əvəzinə enerjinizi qorumağı öyrəndikcə həm ruhən, həm fiziki olaraq rahatlayacaqsınız. Özünüzə vaxt ayırdığınız üçün günahkarlıq hiss etməməyi öyrənirsiniz.
Nəticə olaraq həyat sizi daha güclü daxili tarazlığa aparır. Özünüzü ihmal etmədən sevdiklərinizə dəstək olmağı öyrəndiyiniz, sərhədlərinizi qoruduğunuz və huzuru öz daxilinizdə tapdığınız yeni bir mərhələ başlayır. Özünüzə önəm verdiyiniz, daxili huzurunuzu böyütdüyünüz və güvən hissinizi yenidən qurduğunuz gözəl bir həftə arzuluyuram, əziz xərçənglər. Əziz şir və yüksələni şir olanlar. Bu dövrdə həyatınızın mərkəzinə münasibətlər yerləşir. Tək başına hərəkət etməyə alışdığınız sahələrdə artıq başqaları ilə uyğunlaşmaq, paylaşmaq və qarşılıqlı tarazlığı öyrənmək lazımdır. Hadisələr sizin planlaşdırdığınız kimi getməyə bilər. Çünki bu mərhələdə yalnız sizin istəkləriniz deyil, həyatınızdakı insanların şərtləri də müəyyən edici olacaq. Xüsusilə yaxın münasibətlərdə qarşı tərəfin yaşadığı hadisələr sizi birbaşa təsir edə bilər. Sevdiyiniz insanın işi, ailəsi və ya şəxsi problemləri səbəbindən əvvəlki kimi sizə fokuslana bilməməsi mümkündür. Bu vəziyyəti şəxsi qəbul etmək əvəzinə şərtləri anlamağa çalışmaq vacibdir. Çünki bu proses sizə səbr, empati və birlikdə hərəkət etməyi öyrədir. Münasibətlərdə mövcud problemlər də daha görünən ola bilər. Uzun müddətdir danışılmayan mövzular açıla, ertələnmiş məsələlər gündəmə gələ bilər. Bunları böyüyən böhran kimi deyil, həll olunmalı mövzular kimi dəyərləndirmək daha doğru olar. Eyni anda hər şeyi həll etməyə çalışmaq əvəzinə, addım-addım irəliləmək, mübahisələri böyütməmək və lazımsız güc savaşlarından uzaq durmaq sizə fayda gətirəcək. Bu dövrün əsas dərsi nəzarəti bölüşməkdir. Hər şeyi idarə etməyə çalışdıqda yorulursunuz. Amma məsuliyyəti paylaşdıqda münasibətlər daha sağlam inkişaf edir. Artıq zirvədə tək dayanmaq deyil, yanınızda yürüyən insanlarla birlikdə yol getmək istəyirsiniz. Həyatınıza dəstək olacaq, yükünüzü yüngülləşdirəcək insanları daha aydın görməyə başlayırsınız. Maddi mövzularda isə gözlədiyiniz inkişaflar mümkündür. Uzun müddətdir gözlənilən bir ödəniş, razılaşma və ya maliyyə fürsəti motivasiyanızı yüksəldə bilər. Pul məsələlərində daha ümidli hiss edəcəyiniz bir dövrdəsiniz və bu, özünüzü daha güvənli hiss etməyinizə kömək edəcək. Eyni zamanda tanış olacağınız bəzi insanlar baxış bucağınızı dəyişdirə bilər. Bu, yalnız romantik sahədə deyil, iş, sosial çevrə və ya təhsil mövzularında da ola bilər. Həyatınıza daxil olan şəxslər yeni qapılar aça, düşüncələrinizi genişləndirə və sizi fərqli istiqamətə yönləndirə bilər. Buna görə qarşılaşmaları kiçiltməmək və yeni fikirlərə açıq olmaq önəmlidir. Gələcəklə bağlı düşüncələriniz də dəyişir. Səyahətlər, təhsil və ya yeni hədəflərlə bağlı fərqli planlar qurmaq istəyə bilərsiniz. Əvvəllər qəti danışdığınız bəzi mövzularda indi daha elastik davranmalı olduğunuzu anlayacaqsınız. Böyük danışmamaq və ehtimallara yer vermək bu dövrün açarlarından biridir. Uzun müddətdir davam edən münasibətlərdə isə aydınlaşma vaxtıdır. Bağlar ya güclənəcək, ya da zəif olanlar təbii şəkildə sonlanacaq. Bu ani deyil, uzun müddətdir yığılan duyğuların nəticəsi olacaq. Sağlam münasibətlər daha dərinləşərkən, sizi aşağı çəkən bağlar yavaş-yavaş həyatınızdan çıxa bilər. Bu proses əslində kimlərlə yol getmək istədiyinizi seçmə mərhələsidir. Yanınızda sizi anlayan, dəstəkləyən və məsuliyyəti bölüşən insanlarla davam etmək istəyəcəksiniz. Gücünüzü hamı üçün deyil, dəyər bilənlərlə paylaşmağı öyrənirsiniz. Özünüzü daha tarazlı ifadə etdiyiniz, münasibətlərdə huzuru tapdığınız və həyatınıza doğru insanları daxil etdiyiniz bir həftə arzuluyuram, əziz şirlər. Əziz qız və yüksələni qız olanlar. Bu dövr həyatınızda nizamın, məsuliyyətlərin və gündəlik axarınızın yenidən qurulduğu bir mərhələni göstərir. Öyrəşdiyiniz rutinlər, iş üsulunuz və sağlamlıqla bağlı mövzular daha görünən hala gəlir. Laqeyd yanaşdığınız detalların artıq göz ardı edilə bilməyəcəyini anlayacaqsınız. Sanki həyat sizdən yavaşlamağı, çatışmazlıqları görməyi və sistemi yenidən qurmağı istəyir. İş mühitində birlikdə hərəkət etdiyiniz insanlarla bağlı bəzi hadisələr baş verə bilər. Vəzifə bölgüsündə ədalətsizlik, üzərinizə artıq yük götürməyiniz və ya başqalarının məsuliyyətlərini daşımağınız sizi daha çox narahat edə bilər. Bu prosesdə problemin səbəbi çox vaxt insanlar deyil, hər şeyi nəzarətdə saxlamaq vərdişiniz ola bilər. Hər şeyi mükəmməl etməyə çalışmaq sizi yormuşdur və indi bu vərdişin sərhədlərini öyrənirsiniz.
Gözlənilməz aksaklıklar gündəlik planlarınızı poza bilər. İşlərin gecikməsi, kömək etdiyiniz insanların öz problemlərinə görə sizə dəstək verə bilməməsi və ya plansız hadisələr motivasiyanızı azalda bilər. Amma burada verilən mesaj aydındır. Həyatın axarı tam idarə olunmur. Bəzən buraxmaq və elastik olmaq elə həllin özüdür. Sağlamlıq baxımından bədəninizin siqnallarını ciddiyə almaq vacibdir. Kiçik görünən narahatlıq əslində uzun müddətdir yığılan yorğunluğun xəbərçisi ola bilər. Buna görə ötürmək əvəzinə həyat tərzinizi yaxşılaşdırmaq, istirahətə vaxt ayırmaq və bədəninizi dəstəkləmək sizi həm fiziki, həm də zehni olaraq rahatladacaq. Eyni anda çox işlə məşğul olmaq yerinə, məsələləri tək-tək həll etmək bu dövrün əsas açarıdır. Hər şeyi çatmağa çalışmaq əvəzinə prioritet qoyduqda yükünüz yüngülləşəcək. Çünki dəyişməli olan temp yox, yanaşmanızdır. Şəxsi həyatınızda isə fərqli bir tarazlıq qurulur. Gündəlik yorğunluqdan sonra sizə yaxşı təsir edən, sizi anlayan insanlarla vaxt keçirmək ruhunuzu toparlayacaq. Sevdiyiniz insanla kiçik paylaşımlar belə motivasiyanızı yüksəldə bilər. Münasibətlərdə artıq mükəmməllik yox, anlaşılmaq istəyəcəksiniz və bu fərqindəlik ünsiyyəti yumşaldacaq. Maddi mövzularda ortaq paylaşımlar gündəmə gələ bilər. Birgə gəlirlər, xərclər və ya gələcək planları haqqında düşünməyə başlayacaqsınız. Bu nöqtədə nə həddindən artıq ehtiyatlı olmaq, nə də xəyallara qapılmaq doğru olar. Realizm ilə ümid arasında tarazlıq qurmaq lazımdır. Doğru planlama uzun müddətdə sizi rahatladacaq. Bu proses eyni zamanda uzun illərdir davam etdirdiyiniz bəzi vərdişləri geridə qoyma dövrüdür. Daim məsuliyyət götürmək, hər işi öz üzərinizə almaq və mükəmməl olmağa çalışmaq yerini daha sadə və davamlı bir düzənə buraxa bilər. Buraxdıqca yüngülləşdiyinizi hiss edəcəksiniz. Qısacası, qarşıdakı mərhələ həyatımızı daha ağıllı təşkil etdiyiniz, sağlamlığınızı ön plana aldığınız və münasibətlərdə daha real gözləntilər qurduğunuz bir yenilənmə zamanıdır. Hər şeyi mükəmməl etməyə çalışmaq əvəzinə, kifayət qədər yaxşı olana icazə verdikdə, hüzur öz-özünə gələcək. Tarazlığınızı tapdığınız, yüklərinizi azaltdığınız və içinizin rahat olduğu bir dövr arzulayıram, əziz qızlar. Əziz tərəzi və yüksələni tərəzi olanlar. Bu dövr sizin üçün xüsusilə münasibətlərin, duyğuların və həyatla qurduğunuz bağların yenidən formalaşdığı bir mərhələni göstərir. Artıq diqqət yalnız nə hiss etdiyinizdə deyil, kimlərlə, necə və nə qədər balanslı addımladığınızda olacaq. Sevgi həyatınız, sosial çevrəniz və ortaq qərarlarınız daha görünən hala gəlir. Bəzi qarşılaşmaların taleyi sürətləndirdiyini hiss edə bilərsiniz. Gözlənilməz tanışlıqlar və ya ani hadisələr sizi öyrəşmədiyiniz duyğuların içinə çəkə bilər. Adətən məntiqlə yanaşdığınız mövzularda bu dəfə ürəyinizin önə keçdiyini anlayacaqsınız. Bu həm yeni bir başlanğıc ola bilər, həm də mövcud münasibətin gerçək simasını ortaya çıxara bilər. Yəni bu dövrdə ya yeni bir bağ qurulur, ya da mövcud bağın nə qədər möhkəm olduğu anlaşılır. Həyatınızda biri varsa, münasibətdə danışılmayan mövzular açıq şəkildə gündəmə gələ bilər. Kiçik problemlərin böyüdüyünü deyil, əslində uzun müddətdir yığılan duyğuların üzə çıxdığını görəcəksiniz. Problem qarşı tərəf yox, qurduğunuz balans forması ola bilər. Daim altdan alan və ya daim idarə edən tərəf olmaq artıq davamlı görünməyə bilər. Bu proses sizə münasibətdə bərabərlik qurmağı öyrədir. Həyatınızda heç kim yoxdursa, qəfil başlayan bir ünsiyyət və ya adi görünən bir qarşılaşma qısa müddətdə önəm qazana bilər. Gözlənilməz başlayan şeylərin təsiri də güclü olur. Amma burada əsas məsələ tələsmək deyil, hisslərinizi anlayaraq irəliləməkdir. Sevgi və zövq sahəniz canlanarkən, uşaqlarla bağlı mövzular və ya yaradıcılığınızı artıracaq məşğuliyyətlər də gündəmə gələ bilər. Uzun müddətdir ertələdiyiniz bir hobbi, özünüzü ifadə etdiyiniz bir sahə və ya sadəcə daha çox zövq almaq ruh halınızı tarazlaşdıracaq. Çünki bu dövr sizə yalnız məsuliyyətlə deyil, xoşbəxtliklə də bağ qurmalı olduğunuzu xatırladır. İş və gündəlik nizam tərəfində isə hərəkətlilik artır. Daha çox istehsal etmək, daha səmərəli olmaq və nizam qurmaq istəyəcəksiniz. İş mühitində yeni vəzifələr, razılaşmalar və planlar gündəmə gələ bilər. Xüsusilə görüşlər və danışıq yolu ilə önəmli inkişaflar yaşana bilər. Əmək verdiyiniz sahələrin qarşılığını görmək motivasiyanızı artıracaq.
Qarşıdakı dövrün əsas mövzularından biri ortaqlıqlar və birlikdə hərəkət etmək olacaq. Əməkdaşlıqlar, ortaq qərarlar və birlikdə qurulan planlar həyatınızda daha çox yer tutacaq. Amma bu dəfə uyğunlaşmaq üçün özündən vaz keçmək deyil, balans quraraq irəliləmək öyrənilir. Yəni uyğunlaşarkən kimliyinizi itirməməyiniz vacibdir. Uzunmüddətli bir dəyişiklik də qapıdadır. Münasibətlərə baxışınız dəyişir. Artıq sizi yoran, tək tərəfli gedən və ya hörmət daşımayan bağları daşımaq istəməyə bilərsiniz. Bunun əvəzində sizi dəstəkləyən və birlikdə böyüdüyünüz münasibətlər daha möhkəm hala gələ bilər. Buna görə həyatınıza girən və ya çıxan insanlar əslində istiqamətinizi müəyyənləşdirəcək. Qərar verərkən duyğularınız qədər məntiqinizi də istifadə etməyiniz vacib olacaq. Xüsusilə karyera sahəsində emosional reaksiyalar əvəzinə planlı addımlar sizə qazandırar. Həyatın hər sahəsində tarazlıq axtaran təbiətiniz bu dəfə əvvəlcə özünüzü mərkəzə qoyaraq balans qurmağı öyrənir. Qısaca, bu dövr sizin üçün bağların yenidən tərif olunduğu, sevginin form dəyişdirdiyi və həyatı paylaşma tərzinizin yetkinləşdiyi bir mərhələdir. Kimlərlə yol getmək istədiyinizi, kimlərlə isə sadəcə vərdişə görə qaldığınızı aydın şəkildə görəcəksiniz. Həqiqətən dəyər gördüyünüz, qarşılıqlı uyğunluğun qurulduğu və sizi yüngülləşdirən münasibətlərlə irəlilədiyiniz huzurlu bir həftə arzuluyuram, əziz tərəzilər. Əziz əqrəb və yüksələni əqrəb olanlar. Bu dövr sizin üçün ən çox daxili dünya ilə xarici nizam arasında tarazlıq qurmağı öyrədən bir mərhələ ilə başlayır. Həyatınızın təməli saydığınız mövzular, ev, ailə, yaşadığınız məkan və aid olduğunuzu hiss etdiyiniz sahələr ön plana çıxarkən, nəzarətinizdən kənarda inkişaf edən hadisələr planlarınızı sürətlə dəyişdirə bilər. Tam yerləşdim dediyiniz anda fikrinizi dəyişə, nizam qurdum dediyiniz vaxt yeni ehtiyac yarana bilər. Buna görə ilk dərsiniz nəzarət etmək deyil, uyğunlaşmaq olacaq. Yaşayış məkanınızla bağlı məsələlər sürətlənə bilər. Köçmək düşüncəsi, evdə ediləcək dəyişikliklər, ailə nizamında yeni qərarlar və ya yaxınlarınızdan birinin həyatındakı inkişaflar sizə birbaşa təsir göstərə bilər. Ev mövzusu yalnız fiziki deyil, emosional məsələyə çevrilə bilər. Çünki sizin üçün ev təhlükəsizlik deməkdir və təhlükə hissi sarsıldıqda zehniniz də narahat olur. Bu proses sizə təhlükəsizliyin məkanda deyil, daxili tarazlıqda qurulduğunu öyrətmək üçün gəlir. Ailə münasibətlərində də həssaslıq arta bilər, xüsusilə valideynlər və ya keçmişlə bağlı mövzular gündəmə gələ bilər. Uzun müddətdir danışılmayan məsələlər açıla, bastırdığınız duyğular üzə çıxa bilər. Reaksiya vermək asan, anlamaq çətin olacaq. Lakin bu dövrün açarı müdafiə olunmaq deyil, anlamağa çalışmaqdır. Hər kəs sizin qədər güclü dayana bilməyə bilər. Buna görə elastiklik münasibətləri qoruyacaq. Münasibətlər sahəsində emosional intensivlik də arta bilər. Həyatınızdakı insanla aranızdakı kiçik məsələlər böyüyürmüş kimi hiss edilə bilər. Əslində problemlər yox, yığılan duyğular görünür olur. Buna görə mübahisənin mövzusu deyil, altındakı hiss vacibdir. Qırmaq əvəzinə anlatmağı seçdiyinizdə bağ güclənir. Susaraq yığdıqda isə məsafə artır. Bu proses münasibətləri sınamaqdan çox dərinləşdirmək üçündür. Digər tərəfdən, ürəyinizi yumşaldan inkişaflar da var. Duyğusal həyatınızda daha isti bir dövr başlayır. Özünüzü ifadə etmək istəyi artarkən, sevgi alış-verişi asanlaşa bilər. Barışmalar, yaxınlaşmalar və ya yeni tanışlıqlar yaşana bilər. Uzun müddətdir bağlı saxladığınız emosional qapılar aralana bilər. Buna görə müdafiə divarlarınızı biraz endirmək sizə yaxşı gələcək. İş və gündəlik nizam sahəsində isə uzun müddətli dəyişiklik başlayır. İş tərziniz, məsuliyyətləriniz və sağlamlıq vərdişləriniz yenidən formalaşa bilər. İndiyə qədər görməzdən gəldiyiniz yorğunluqlar özünü xatırlada bilər. Bu yalnız fiziki deyil, zehni xəbərdarlıqdır. Davamlı bir nizam qurmalısınız. Daha real hədəflər müəyyənləşdirmək və enerjinizi düzgün istifadə etmək qarşıdakı dövrdə uğurunuzu müəyyən edəcək. İş mühitində yeni vəzifələr, yeni sistemlər və ya fərqli iş rejimi gündəmə gələ bilər. İlk baxışda yorucu görünsə də, bu dəyişikliklər sizi daha səmərəli bir nizamla tanış edəcək. Əmək verdiyiniz sahələrin qarşılığını almaq üçün əvvəlcə üsullarınızı yeniləməlisiniz. Yəni, bu dövr mübarizə deyil, strukturlaşma dövrüdür. Sağlamlıq tərəfində bədəniniz sizə siqnallar göndərə bilər. Xüsusilə stres yığılması fiziki əlamətlər yarada bilər. Müntəzəm hərəkət etmək
istirahət etmək və zehninizi boşaltmaq düşündüyünüzdən daha vacib olacaq. Çünki bu prosesdə bədəniniz ruh halınızın aynası kimi işləyəcək. Qarşıdakı aylarda həyatınızda bir seçmə, təmizlənmə mərhələsi yaşaya bilərsiniz. Sizə yaxşı təsir etməyən vərdişlər, yoran münasibətlər və artıq irəli aparmayan hədəflər yavaş-yavaş geridə qala bilər. Bu itki deyil, sadələşmədir. Yer açdıqca yeni fürsətlər daha aydın görünəcək. Tutunduqlarınız deyil, buraxdıqlarınız sizi yüngülləşdirəcək. Bu proses sizə bunu öyrədir. Güc hər şeyi nəzarətdə saxlamaq deyil, doğru olanı seçə bilməkdir. Müqavimət göstərmək əvəzinə anlamağı seçdiyinizdə həm daxili huzurunuz, həm də xarici nizamınız yerini tapacaq. Daha sakit, daha balanslı və özünüzlə barışıq şəkildə irəlilədiyiniz, təhlükəsizlik hissini daxilinizdə qurduğunuz gözəl bir həftə arzuluyuram, əziz əqrəblər. Əziz oxatan və yüksələni oxatan olanlar. Bu dövr sizin üçün hərəkətin, xəbərlərin və zehni oyanışın sürətləndiyi bir mərhələ ilə başlayır. Gündəlik həyatın tempi artarkən, ətrafınızda baş verənlər sizi adi haldan daha çox məşğul edə bilər. Yaxın çevrə, bacı-qardaşlar, qohumlar, görüşlər, yazışmalar, qısa səfərlər və təhsillə bağlı mövzular üst-üstə gələ bilər. Sanki eyni anda bir neçə həyatı idarə edirmişsiniz kimi hiss edə bilərsiniz. Buna görə ilk dərsiniz tələsmək deyil, prioritet müəyyənləşdirmək olacaq. Ünsiyyət intensivləşdikcə, dedikləriniz qədər demədikləriniz də əhəmiyyət qazanır. Bir mesaj, bir söhbət və ya kiçik qərar gözlədiyinizdən böyük nəticələr yarada bilər. Yanlış anlaşılmalar, natamam ifadələr və ya ani reaksiyalar münasibətlərdə lazımsız gərginlik yarada bilər. Bu mərhələdə düşünmədən danışmaq əvəzinə biraz dayanıb, seçərək ifadə etmək sizə çox şey qazandırar. Çünki bu dövrdə sözləriniz taleyinizlə birbaşa əlaqəli ola bilər. Yaxın ətrafınızda baş verəcək hadisələr də sizə təsir edə bilər. Bir qohumun həyatındakı ani dəyişiklik, bir qardaşın qərarı və ya gözlənilməz xəbər planlarınızı qəfil dəyişə bilər. Kömək etmək istəyərkən özünüzü başqalarının məsuliyyətini üzərinizə götürmüş halda tapa bilərsiniz. Halbuki burada öyrənməli olduğunuz şey hər problemin həllinin siz olmadığını anlamaqdır. Hər yerə çatmağa çalışmaq əvəzinə harada dayanmalı olduğunuzu bilmək zehni olaraq sizi rahatladar. Ev və ailə mövzuları da zamanla gündəminizdə daha çox yer tutacaq. Yaşayış məkanınızı yenidən qurmaq, köçməyi düşünmək və ya ailə daxilində yeni qərarlar almaq istəyə bilərsiniz. Ev mühiti yalnız sığınacaq deyil, psixoloji tarazlıq sahənizə çevrilir. Evdə edəcəyiniz kiçik dəyişikliklər belə ruh halınızı ciddi şəkildə yaxşılaşdıra bilər. Bəzən xarici dünyadakı sürətin balansını içəridə qurmaq lazımdır. Sevgi və zövq sahəsində isə tam başqa bir qapı açılır. Emosional olaraq daha isti və açıq hiss etməyə başlaya bilərsiniz. Uzun müddətdir məsafə saxladığınız duyğular birdən aydınlaşa bilər. Bağlanmaqdan qaçan tərəfiniz yavaş-yavaş çözülərkən ürəyinizin nə istədiyini anlayacaqsınız. Həyatınıza daxil olan biri baxış bucağınızı dəyişə və ya mövcud münasibətdə daha ciddi addımlar gündəmə gələ bilər. Çünki bu dövr sizə azadlığın qaçmaq deyil, doğru yerdə qala bilmək olduğunu öyrədir. Hobbilər, yaradıcılıq və özünüzü ifadə etmək ehtiyacı da güclənir. Uzun müddətdir ertələdiyiniz bir məşğuliyyətlə maraqlanmaq və ya sadəcə zövq aldığınız bir şeyə vaxt ayırmaq sizə yeni istiqamət göstərə bilər. Bu prosesdə etdiyiniz kiçik seçimlər gələcəkdə böyük dəyişikliklərin başlanğıcı ola bilər. Qarşıdakı aylarda qəfil baş verən hadisələrin həyatınızın istiqamətini dəyişdirdiyini görəcəksiniz. İlk anda sizi çətinləşdirən bir vəziyyət zamanla fürsətə çevrilə bilər. İş dəyişikliyi, ani qərar, gözlənilməz təklif və ya köç kimi hadisələr əvvəlcə nizamınızı pozurmuş kimi görünsə də, sonra sizi daha uyğun yerə aparacaq. Buna görə nəzarət etməyə çalışmaq əvəzinə müşahidə etmək və elastik qalmaq daha doğrudur. Atacağınız imzalar və verəcəyiniz qərarlar qalıcı təsirlər yarada bilər. Bu səbəbdən vacib addımlar atarkən tələsməmək, şərtləri aydın görmək və emosional reaksiyalardan qaçınmaq lazımdır. Xüsusilə müqavilələr, razılaşmalar və rəsmi qərarlar diqqətlə qiymətləndirilməlidir. Çünki bu dövrdə edilən seçimlər uzun müddətli nəticələr verə bilər.
Sağlamlıq baxımından zehni yorğunluq ön plana çıxa bilər. Daim düşünmək, planlamaq və yetişməyə çalışmaq sizi tükəndirə bilər. Ara vermək, hərəkət etmək və açıq havada vaxt keçirmək zehninizi toparlayar. Bədəniniz istirahət etmədən zehniniz də aydınlaşmaz. Bunu anladığınızda enerjiniz də tarazlanacaq. Bu proses sizə həyatın sabit olmadığını göstərmək üçün gəlir. Uzun müddətdir durğun hiss etdiyiniz sahələr bir-bir hərəkətlənə bilər. Başda qarışıqlıq kimi görünən hadisələr əslində sizi yeni bir yola hazırlayır ola bilər. Müqavimət göstərmək əvəzinə axına uyğunlaşdıqda, sonradan yaxşı ki belə oldu deyəcəyiniz təcrübələr yaşayacaqsınız. Həyatın sizi sürükləməsinə deyil, yönləndirməsinə icazə verdiyiniz, doğru zamanda, doğru qərarlar alıb, huzurla irəlilədiyiniz bir dövr arzulayıram, əziz oxatanlar. Əziz oğlaq və yüksələni, oğlaq olanlar. Bu dövr sizin üçün xüsusilə maddi mövzuların və güvən hissinin yenidən tanımlandığı bir mərhələ ilə başlayır. Həyatınızda pul, qazanc, xərclər və sahib olduqlarınızla qurduğunuz bağ ciddi şəkildə dəyişməyə hazırlaşır. Əvvəlcə bunu fərq edə bilərsiniz. Uzun müddətdir nəzarətdə saxlamağa çalışdığınız maliyyə nizamı gözlədiyiniz kimi irəliləməyə bilər. Planlar qurular, hesablamalar aparılar, amma nəticə eyni qalmaz. Gözlədiyiniz gəlir gecikə bilər. Bir ödəniş düşündüyünüzdən tez çıxa bilər və ya yeni bir xərc qəfil ortaya çıxa bilər. Buna görə bu dövrün ilk dərsi hər şeyin yalnız iradə ilə idarə olunmadığını anlamaq olacaq. Bir tərəfdən əlinizə pul keçə bilər, lakin eyni sürətlə başqa ehtiyaclara yönələ bilər. Bu vəziyyət əslində sizdən pul idarə etmənizi yenidən gözdən keçirməyi istəyir. Həqiqətən zəruri olanla vərdişə çevrilmiş xərci ayırmalı olduğunuz bir həddən keçirsiniz. Bu prosesdə yalnız nə qazandığınız deyil, niyə xərclədiyiniz də vacib olur. Özünüzü güvəndə hiss etmək üçünmü yığırsınız, yoxsa yaşamaqdan qorxduğunuz üçünmü saxlayırsınız? Bu sualların cavabları sizin üçün müəyyən edici olacaq. Ətrafınızdan pul tələbi də arta bilər. Ailə üzvləri, uşaqlar və ya yaxın çevrə sizdən dəstək istəyə bilər. Bu nöqtədə sərhəd qoymağı öyrənmək vacibdir. Kömək etmək ilə yük götürmək arasındakı fərqi ayırd etməli ola bilərsiniz. Hər məsuliyyəti üzərinizə almaq məcburiyyətində olmadığınızı anlamaq bu dövrün ən mühüm qazancı olacaq. Ünsiyyət sahənizin canlanması ilə birlikdə ticarət görüşləri, razılaşmalar və yeni ideyalar gündəmə gələ bilər. Yaxın çevrə ilə edilən söhbətlər, qısa planlar və kiçik təşəbbüslər düşündüyünüzdən daha çox qapı aça bilər. Gözlədiyiniz xəbərlər gələ bilər. Lakin əsas məsələ fürsətin böyüklüyü deyil, sizin ona yanaşmanız olacaq. Tələsik qərar vermək əvəzinə müşahidə etmək sizə qazandırar. Ailə və yaşayış düzəninizdə də uzun müddətli dəyişiklik düşüncələri yarana bilər. Ev, yuva və aidiyyət hissi yenidən formalaşır. Bu yalnız fiziki məkan dəyişikliyi deyil, aid olduğunuz nizamı sorğulama prosesidir. Həyatınızı daha yaşanılabilir etmək üçün bəzi şeyləri yeniləmək istəyə bilərsiniz. Amma burada vacib olan sürət deyil, reallıqdır. Xəyal etdiyiniz düzəni qurarkən möhkəm təməllər atmalısınız. Son illərdə çiyinlərinizə götürdüyünüz məsuliyyətlərin ağırlığını daha aydın hiss edə bilərsiniz. Kiçik yaşlardan güclü olmaq məcburiyyətində qalmış, həmişə nəzarət edən tərəf olmuş ola bilərsiniz. İndi isə içinizdə, mən də biraz yaşamaq istəyirəm deyən tərəf oyanır. Bu zəiflik deyil, tarazlıq ehtiyacıdır. Özünüzü ihmal edərək qurduğunuz nizam davamlı deyil. Buna görə həyat sizdən biraz da özünüzü düşünməyinizi istəyir. Yeni sahələrə yönəlmək istəyi arta bilər. Daha əvvəl sınamadığınız bir iş, hobbi və ya çevrə gözləmədiyiniz fürsətlər gətirə bilər. Mənlik deyil dediyiniz mövzularda uğur qazanmanız mümkündür. Çünki bu dövr sizi vərdiş təhlükəsizliyindən çıxarıb real potensialınıza aparır. Maddi qazanc yalnız bildiyiniz yerdən deyil, cəsarət etdiyiniz yerdən gələ bilər. Münasibətlərdə də baxış bucağınız dəyişir. Təkcə təhlükəsiz olduğu üçün davam edən bağlar yerini daha canlı və sevinç dolu əlaqələrə buraxa bilər. Subay olanlar, alışılmışdan fərqli insanlardan təsirlənə bilər. Çünki bu proses sizə həyatın yalnız məsuliyyətlərdən ibarət olmadığını xatırladır. Uzun müddətli perspektivdə yükü birlikdə daşıya biləcəyiniz insanları həyatınıza daxil etmək istəyəcəksiniz. Qarşıdakı aylarda atacağınız imzalar və verəcəyiniz qərarlar qalıcı ola bilər.
Buna görə vacib işləri tələsmədən etmək, doğru zamanı gözləmək faydalıdır. Sağlamlıq baxımından isə bədəninizi ihmal etməməlisiniz. Xüsusilə sümüklər, dəri və fiziki dözümlülük diqqət tələb edə bilər. Mütəmadi hərəkət və bədənlə təmas sizi həm fiziki, həm zehni olaraq tarazlayacaq. Sonda bu dövr sizə belə bir fərqindəlik gətirir. Həyat yalnız işləyib toplamaq deyil. Əmək vermək sizin təbiətinizdir, amma artıq əməyinizin qarşılığını hiss etmək də haqqınızdır. Məsuliyyətləri paylaşmağı öyrəndikcə həm yükünüz azalacaq, həm də həyatdan aldığınız zövq artacaq. Özünüzə yer açdığınız, balanslı qərarlar verdiyiniz və əməyinizin qarşılığını huzurla gördüyünüz bir həftə keçirməyinizi arzuluyuram, əziz oğlaqlar. Əziz dolça və yüksələni dolça olanlar. Bu həftə sizin üçün adi bir həftə deyil. Həyatınızda mühüm bir dönüş nöqtəsini təmsil edən tutulma təsiri altındasınız. Xüsusilə fevralın ortalarına yaxın doğulmusunuzsa, bu təsirləri daha güclü hiss edə bilərsiniz. Çünki bu tutulma yalnız gündəlik hadisələri deyil, birbaşa kimliyinizi, qərarlarınızı və həyat istiqamətinizi dəyişdirə biləcək gücdədir. Uzun zamandır artıq olmaz, mən bundan ümidimi kəsmişəm dediyiniz mövzularda belə gözlənilməz inkişaflar yaşaya bilərsiniz. Buna görə bu prosesdə ən vacib şey nəzarət etməyə çalışmaq deyil, fərqinə varmaq olacaq. Həyatın sizi apardığı istiqamətlə sizin getmək istədiyiniz istiqamətin fərqli olduğunu bəlkə də ilk dəfə bu qədər aydın görəcəksiniz. Bu tutulma eyni zamanda özünüzə baxış bucağınızı da dəyişəcək. Necə davrandığınız, reaksiyalarınızı necə verdiyiniz, haqlı olsanız belə, özünüzü necə ifadə etdiyiniz gündəminizdə olacaq. Bəlkə uzun müddətdir, ətrafınızdakı insanların sizə haqsızlıq etdiyini düşünürdünüz. Amma indi anlayacaqsınız ki, bəzən üsul da nəticə qədər önəmlidir. Doğrunu müdafiə edərkən seçdiyiniz yol, münasibətlərin taleyini müəyyənləşdirə bilər. Qarşıdakı 6 ay boyunca bütün münasibətləriniz bir ələnmə mərhələsindən keçəcək. Həqiqətən sizi dəstəkləyənlər qalacaq. Yalnız vərdiş olduğu üçün, həyatımızda olanlar isə yavaş-yavaş uzaqlaşacaq. Bu itki deyil, nizamlanma dövrüdür. Çünki bu tutulma sizə kimlərlə yol getmək istəyirsən sualını verir. Eyni zamanda həm ruhən, həm fiziki olaraq özünüzə dönməli olduğunuz bir mərhələdəsiniz. Zehni yorğunluq, narahatlıq, daxili gərginlik və ya qan dövranı ilə bağlı həssaslıqlar arta bilər. Buna görə hər şeyi eyni anda həll etməyə çalışmaq əvəzinə mövzuları sıraya qoymalısınız. Birdən çox cəbhədə mübarizə aparmaq sizi yoracaq. Həftənin irəliləyən günlərində maddi mövzular canlanır. Gəlirlərdə artım, gözəl bir razılaşma və ya qazanc gətirəcək bir fikir gündəmə gələ bilər. Pul qazanmaq baxımından dəstəkləyici bir dövrdəsiniz. Lakin əsas məsələ qazandığınızı necə dəyərləndirdiyiniz olacaq. Xərc vərdişləriniz və prioritetləriniz dəyişə bilər. Həmçinin uzun müddətli bir proses başlayır. Ünsiyyət və düşüncə tərziniz dönüşür. Yaxın çevrənizlə münasibətləriniz, öyrənmə üslubunuz və qərar vermə tərziniz artıq əvvəlki kimi olmayacaq. Yeni ideyalar, yeni layihələr və yeni başlanğıclar həyatımıza daxil olmağa hazırlaşır. Lakin burada diqqət etməli olduğunuz məqam budur. Uğura çatarkən ətrafımızı ihmal etməmək. Çünki yüksəliş tək yaşandıqda mənasını itirə bilər. Bu dövr sizə bunu öyrədəcək. Həyat dəyişərkən ən çətin olan hadisələr deyil, vərdişləri buraxmaqdır. Əgər dəyişimə müqavimət göstərməsəniz, həyat tərzinizdən görünüşünüzə, işinizdən münasibətlərinizə qədər bir çox sahədə yeni bir səhifə aça bilərsiniz. Müqavimət göstərsəniz isə, eyni mövzular fərqli insanlarla təkrarlanar. Qısaca, bu tutulma sizin üçün bir son deyil, yenidən doğuluşun başlanğıcıdır. Köhnə kimliyiniz çözülür, yenisi formalaşır. Dəyişikliklərə açıq olduğunuz, doğru qərarlar alıb, huzurla irəlilədiyiniz, gözəl və balanslı bir həftə arzuluyuram, əziz dolçalar. Əziz balıqlar və yüksələni balıq olanlar. Bu həftə səma sizin üçün olduqca dərin və transformasiya edici təsirlər daşıyır. Qədər xarakterli bir tutulma yaşayırsınız və bu təsir şüuraltını, keçmişdən gələn duyğuları və ruhi yükləri təmsil edən sahədə baş verir. Uzun zamandır bastırdığınız qorxular, narahatlıqlar və ya köhnə yaralar bu müddətdə yenidən xatırlana bilər. Amma bilməlisiniz ki, bu tutulmanın çətinliyi ona necə yanaşmağınızla birbaşa bağlıdır.
Axına güvənib nəzarəti biraz boşalda bilsəniz, bu prosesi düşündüyünüzdən daha yüngül və öyrədici şəkildə keçirəcəksiniz. Yaxın çevrə, bacı-qardaşlar və qohumlarla münasibətlər bu dövrdə həssaslaşa bilər. Özünüzə qapanmaq, tək qalmaq və daxili səsinizi eşitmək istəyə bilərsiniz. Keçmişdə yaşanan bəzi məyusluqlar və itkilər qəzəb və inciklik kimi üzə çıxa bilər. Lakin bu həftənin açarı sərt reaksiyalar deyil, sakitlik, anlayış və daha yumşaq ünsiyyət dilidir. Qışqırmaq, dirənmək və ultimatum vermək əvəzinə, duyğularınızı daha yetkin və insani şəkildə ifadə etmək sizi daha güclü edəcək. Eyni zamanda ətrafınızdakı insanların həyatında gözlənilməz inkişaflar baş verə bilər və bu vəziyyətlər dolayı yolla planlarınıza təsir edə bilər. Təhsil, səfər və ya ticarətlə bağlı bəzi mövzularda bağlanışlar yaşaya, artıq davam etməməli prosesləri bitirmək ehtiyacı duya bilərsiniz. Bu tutulma sizə deyir, hər şeyi eyni anda həll etmək məcburiyyətində deyilsən. Addım-addım irəliləmək və mövzuları tək-tək elə almaq sizi rahatladacaq. Həftənin ortasında Günəşin bürcünüzə keçməsi ilə enerjiniz yüksəlməyə başlayır. Son həftələrdə daha çox müşahidə etdiyiniz və geri planda qaldığınız dövrdən çıxırsınız. İndi özünüzə fokuslanmaq, yenilənmək, sosiallaşmaq və fikirlərinizi ifadə etmək zamanıdır. Özünə inamınız təzələnərkən, sevgi həyatınızda da xoş inkişaflar ola bilər. Uşağı olanlar üçün sevindirici xəbərlər, bəzi balıqlar üçün romantik sürprizlər gündəmə gələ bilər. Yəni tutulma, daxili sahəni hərəkətə keçirsə də, həyat eyni anda sizə gözəl rənglər də təqdim edir. Cümə günü baş verən Saturn-Neptun qovuşumu, maddi mövzularda uzun müddətli bir dövrün qapısını açır. Pul qazanma tərziniz, maliyyə hədəfləriniz və dəyər anlayışınız yenidən formalaşır. Bu, xəyallarla reallığı balanslaşdırmalı olduğunuz bir prosesdir. Nə həddən artıq xəyalpərəst, nə də həddən artıq ehtiyatlı. Doğru planlama və aydınlıq sayəsində həm maddi baxımdan güclənə, həm də əməyinizin qarşılığını almağa başlaya bilərsiniz. Amma tutulmanın vacib bir xəbərdarlığı var. Qarşıdakı təxminən 6 ay ərzində böyük və riskli başlanğıclara tələsməyin. Radikal iş dəyişiklikləri, böyük yatırımlar və ya həyatı kökündən dəyişdirəcək qərarlar hazırda dəstəklənmir. Bu dövr daha çox daxili təmizlənmə, hazırlıq və istiqamət müəyyənləşdirmə zamanıdır. Yay aylarından sonra səma sizi bu mövzuda daha güclü dəstəkləyəcək. Digər mühüm mövzu isə tərəf seçməkdir. Keçmişdə qalmaqmı, yoxsa yeni bir səhifə açmaqmı istədiyinizə qərar verməlisiniz. Son 3 ildə xüsusilə Saturn təsiri ilə çox yoruldunuz, fədakarlıq etdiniz, özünüzü geri plana atdınız, bəlkə də emosional olaraq ağır yükləndiniz. 14 fevral etibarilə bu ağır dövr geridə qalır. Böyük bir imtahandan çıxdınız, bunu özünüzə xatırladın. Kiçik də olsa özünüzü mükafatlandırın və bacardım deməyi unutmayın. Artıq zəncirləri qırmaq vaxtıdır. Özünüzü fəda etdiyiniz, görməzdən gəldiyiniz sahələrdən azadlaşırsınız. Daha realist xəyallar qurmaq, məntiqlə duyğunu tarazlamaq və xüsusilə maddi-mənəvi qıtlıq düşüncəsini geridə qoymaq bu yeni mərhələnin açarı olacaq. Ən yaxşısına layiqəm deməyi öyrənirsiniz. Həm sevgidə, həm də pulda. Qarşıdakı aylarda yaxın çevrədən gələn ani xəbərlər planlarınızı dəyişə bilər. Bacı-qardaşlar və qohumlarla bağlı sürpriz inkişaflar, imzalar və ya istiqamət dəyişiklikləri gündəmə gələ bilər. 25 fevrala qədər sevgi və pul sahəsində şansınız yüksəkdir. Lakin bu tarixdən sonra köhnə mövzular və köhnə münasibətlər yenidən qapınızı döyə bilər. Bu nöqtədə emosional reaksiyalarla deyil, şüurlu seçimlərlə irəliləmək vacibdir. Xülasə ilə əziz balıqlar, çətin, amma təmizləyici bir eşikdən keçirsiniz. Keçmişi buraxıb yenini seçdiyiniz anda qarşınızda daha aydın bir yol açılacaq. Qəlbiniz yaxşılıqda qaldıqca bu dövr sizə haqq etdiyiniz huzuru və bolluğu gətirəcək. Hər şey könlünüzcə olsun.